mükafat verilir. Sen de şəhid, bu da şəhid. Şəhidə nə verilir? Məsələn, 10 savab. Onu sizə də verdim, ona da verdim. Sizin yaş ibadət çox eləmisiz, xeyir əməllər çox eləmisiz və niyyətinizlə, imanınızla, hər şey qaydasında qalıb. 50 yaşda şəhid olmuşsunuz. Bu 20 yaşda şəhid olub. Arada nə qədər fərq var? 30 il. 30. 30 ilin o savabı, xeyir əməllər, salih əməllər tərəziyə qoyulanda və məqam düzələndə təbii ki, sizinki uca olacaq. O şəhidlər üçün də o ki, biz dirilərik, Allah razı olsun. Misal çəkirəm onu mən, misal olar ki, cavan şəhid, yaşlı şəhid. Aydın? Yəni, eyni. Hər ikisinə şəhidliyin eyni savabı verilir. Bu yaşlıdır, bunu çox verir, bu cavandır, bunu az verir. Elə yox. İkisinə də eyni savab verilir. Aydın? Amma məqam söhbəti var da, Allah Teala dərəcələr, məqamlar verəcək. Tamam? Bir adam 20 il, məsələn sizin bu adamdan çox düzgün Allah ricasına ibadət və salih əməllər üzrə. Amma bu adamdasa o imtiyaz yoxdur. İmtiyaz odur ki, şəhiddir, imtiyaz odur ki, siz də şəhidsiniz. Amma 20 illik imtiyaz ki var, Allah rızası için salih əməllər, bu bunda yoxdur. Allah Taala'nın birdən bu yaşasaydı olardı. Yaşasaydı başqa. O şey Hacı, Allah Taala'nın vaxt ölçüsü, yəni ki, insan üçün dərk olunmalıdır, vahid ölçüsü. Yəni vahid, yəni vaxtı, Allahın vaxtı yəni ki, tükənməzdir. İnsan ağlı Allahın vaxtı tükənməzdir, səhv sözdür. Allah zamana sığmır. Sığmır və insan ağlı ona düşünə bilər, yəni dərk edə bilər. Onu demək istəyirəm. Allahın həqiqətini heç kim dərk edə bilməz. Biz Allahı izlərlə dərk edirik. Aydın? Çünki belə deyək də, Allah özü deyir ki, məni əhatə eləmək olmur. Mən əhatə edirəm. Yəni, Allah özü deyirsə ki, məni əhatə eləmək olmaz. Yəni, sən Allahı nə fikrinlə, nə əlinlə, nə qucağınla, nə metri ilə, heç bir şeylə əhatə eləyə bilməz. Yəni, acizdir da insan ağlı. Aciz yox, burada heç acizlə Başa düşə bilməzdir. Bu, adiyyatı olmayan bir məsələdir. Aydın, mümkün olmayası bir şeydir ki, insan Allahı əhatə eləsin. Allah da hər şeyi əhatə edir, insan əhatə eləyə bilməz. Zamandır, məkandır, bu insan üçündür, məxluq üçündür. Xaliq zaman, məkanı Allah oturmayıb ərşdə və qiyamət gündə Peyğəmbəri yanında otuzduracaq və 4 barmaq fasilə qalacaq. Bunlar hamısı uydurma şeylərdir. Allah əhatə olunmaz.